Salam hörmətli müəllimlər. Gəlin bu gün sizlərlə test işləyək. Vaxt itirmədən başlayaq. İlk sualımızda məşğulə planlaşdırılarkən müəllim uşaqların yaş xüsusiyyətlərini, maraq və tələbatlarını deyil, yalnız proqramın mövzusuna əsas götürür. Bu zaman hansı didaktik prinsip pozulmuş olur? A. Nəticə yönümlülük. Gəlin görək nəticə yönümlülük nədir? Burada sizə hazırladığım konspektlə işləyəcəyik. Nəticə yönümlülük. Nəticə yönümlülük. Baxayın. Təhsilin məzmunu müəyyən olunmuş prinsiplər əsasında müəyyənləşdirir. Yəni bu nə deməkdir? Əziz müəllimlər, dərs planının əvvəlcədən müəyyən edilməsi, dərsin məqsədi və nəticələrin planlaşdırılaraq müəyyən edilməsi, dərsin planının, amillərin əvvəlcədən hazırlanması, təhsilin məzmunu əvvəlcədən müəyyən edilməsi. Yəni qısaca nəticə yönümlü dərsin planı, məqsədi əvvəlcədən müəyyən edilir. Amma bizim sualda fərqli şey soruşurdu. Keçəyin B variantında. B variantında nə yazılıb? Uşaq yönümlülük. Elə bizim cavabımız da B variantıdır. Gəlin baxayın. Uşaq yönümlülük. Təlim-tərbiyə prosesinin bilavasitə uşağın maraq və tələbatına uyğun təşkil edilməsi, istedad və potensialının reallaşdırılması və inkişafına yönəldilməsidir. Təmin etmə hüquqları, uşaqların maraqlarının ön planda olması, yaş xüsusiyyətlərinin nəzərə alınması, diaqnostik qiymətləndirmə, yaradıcı yanaşmalar. Bunlar uşaq yönümlülüyün kateqoriyalarıdır. Yəni açar sözləridir. Bunları yadımızda saxlasaq, testdə rahatlıqla tapa bilərik. Keçək 3-cü sualımıza. 5 yaşlı Fidan rəsm məşğələsində çəkdiyi şəklin digər yoldaşlarının çəkdiyi şəkillərdən fərqlənməsini istəyir və ev tikmək üçün standart kvadrat əvəzinə dairəvi formalardan istifadə edir. Bu uşaqdan məktəbəqədər dövrə uyğun hansı səriştə daha yaxşı inkişaf edib? Baxayın. A variantında problem həll etmə. Gəlin baxayın görək konspektimizdə problem həll etmə nədir? Problem həll etmə. Problem həll etmə təsnifatı təfəkkür, səriştəsi isə problem həll etmə. Problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilir. Bu ola bilməz. Baxaq, B variantına. Cavabımız B variantıdır. Yaradıcılıq, kreativlik. Əziz müəllimlər, burada hər bir testin doğru cavabının izahını vermişəm. Amma mən sizə düzgün olmayan cavabların da izahını verirəm ki, niyə olmaz sualını artıq özümüzə verməyək. İzahı. Standart yanaşmalardan kənara çıxmaq, fərqli və orijinal ideyalar irəli sürmək, yaradıcılıq, kreativlik səriştəsinə aid keyfiyyətlərdir. Daha sonra, kritik düşünmə. Gəlin baxayın görəyin, kritik düşünmə niyə olmaz? Əziz müəllimlər, kritik düşünmə tənqidi təfəkkürə aiddir. Yəni uşaqlar əvvəl öyrəndiyi biliklərlə yeni öyrəndiyi biliyi fərqləndirir və yaxud da eyniləşdirir. D variantı, əməkdaşlıq. Əməkdaşlıq səriştəsinə gəlin baxayın. Əməkdaşlıq fəaliyyətə aiddir. Kollektiv fəaliyyətlərdə iştirak qaydalarına bələddir. Yəni, buna görə olmaz. Sonra gəlir ünsiyyət. Gəlin baxayın görək ünsiyyət niyə 3-cü sualımızın cavabı deyil? Ünsiyyət fəaliyyətə aiddir. Ünsiyyət etiketlərinə riayət edir. Amma bizim sualımızda etiketlərdən, ünsiyyətdən söhbət belə getmirdi. Gəlin biraz testdə irəli gedəyin. Əgər bu digər sualları da əldə etmək istəyirsinizsə, cavabın izahını istəyirsinizsə, Telegram kanalımıza keçid edə bilərsiniz. Məktəbəqədər təhsilin əsas məqsədlərindən biri səhv qeyd olunmuşdur. 7-ci suala baxayın. A. Uşaqların intellektual, fiziki və psixi xüsusiyyətləri nəzərə almaqla onların ilkin bilik və bacarıqlarını formalaşdırmaq. Bu, məktəbəqədər təhsilin məqsədlərindən biridir. B. Uşaqları məktəb təliminə hazırlamaq. Bəli, hər bir uşağı pedaqoji və psixoloji cəhətdən məktəb mühitinə adaptasiya etmək lazımdır. D variantı. Uşaqlarda müstəqillik, yaradıcılıq və məsuliyyət hissini inkişaf etdirmək. Hər bir uşaqda psixoloji dayanıqlıq, daha sonra müstəqil düşünmə, yaradıcılıq qabiliyyəti formalaşdırmaq lazımdır. Bu da cavab deyil. Y. Milli və bəşəri dəyərlər ruhunda tərbiyə etmək. Bəli, müəllimlər, hər bir uşaqda vətəndaşlıq hissi formalaşdırmaq lazımdır. Burada cavabımız C variantıdır. Yəni, müxtəlif proqramlar əsasında uşaqlara erkən yaşda akademik fənləri dərindən öyrətmək. Xeyr, bu məktəbəqədər təhsilin məqsədlərindən biri deyil. Daha sonra,
Keçək 8-ci suala. Müəllim qrup otağında fəaliyyət mərkəzlərini dil və nitq, riyaziyyat və məntiq, incəsənət və s. ilə qurub ki, uşaqlar sərbəst şəkildə özlərinə oyun tərəfdaşı seçə və materiallarla manipulyasiya edə bilirlər. Bu fəaliyyət məktəbəqədər təhsilin hansı məqsədinə birbaşa xidmət edir? A. Müəllim yönümlü təliminin gücləndirilməsinə. Xeyr, ümumiyyətcə yadınızda saxlayın. Müəllim yönümlü fəaliyyət olmamalıdır. Bizim fəaliyyətimiz uşaq yönümlü olmalıdır. C variantı. Yalnız fiziki keyfiyyətlərin inkişafına. Xeyr, bu da yanlışdır. Əziz müəllimlər, sizə bir dənə ipucu verim. Əgər variantlarda yalnız söz varsa, o cavab səhv cavabdır. D variantı. Sırf fənlərarası inteqrasiyanın tam təlim olunmasına. Bu da cavabımız deyil. Y. Diaqnostik qiymətləndirmənin aparılmasına. Xeyr, diaqnostik qiymətləndirmə bildiyimiz kimi ilkin qiymətləndirmədir. B-yə baxaq. B-nin izahında aşağıda vermişəm. Fəaliyyət mərkəzlərində uşaqların sərbəst oyun seçməsi və yoldaşları ilə ünsiyyət qurması, onların sosiallaşması və müstəqil qərar vermə bacarıqlarına xidmət edir. Müəllimlər, gəlin sizə bir dənə də kömək üçün deyim. Bu, uşaq yönümlü prinsipi ilə əlaqədardır. Uşaq yönümlüdə bayaq yuxarıda dediyimiz kimi bilavasitə uşağın maraq və istəkləri ilə əlaqədardır. Digər suallarımız, gəlin 6-ya da baxayım. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən valideynlərinin və digər qanun nümayəndələrin hüquqlarına aid olan bəndi seçin. Görək valideynlərin hüququ nədir? Bəzən müəllimlər hüquq və vəzifələri qarışdırırlar. A variantı. Müəssisənin nizamnaməsinin tələblərinə riayət etmək. Əziz müəllimlər, bizim hüquq və vəzifələr üçün çox gözəl konspektimiz var. Gəlin onu da göstərim. Baxın, məktəbəqədər təhsil, hüquq və vəzifələr. Burada təhsil alanların hüquqları var. Daha sonra təhsil verənlərin, yəni müəllimlərin hüquq vəzifələri. Bizə isə sualımızda valideynlərin hüquq və vəzifəsindən sual verirdi. Hamısını ayrı-ayrı qeyd eləmişəm. Valideynlərin hüquqları övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək. Yəni, hər bir valideyn və yaxud da qəyyumluğunda olduğu şəxs təhsil müəssisəsini sərbəst seçmə hüququ var. Təhsilin keyfiyyəti, övladların marağı və davranışı haqqında məlumat almaq. Müəssisənin idarə olunmasına və təkmilləşdirilməsinə iştirak etmək, pedaqoji şurada məşvərətçi səslə iştirak etmək, müdiriyyətin və tərbiyəçinin hesabatlarını dinləmək. Daha sonra aşağıda vəzifələrini yazmışam. İndi gəlin variantlarımıza keçək. Müəssisənin nizamnaməsi tələblərinə riayət etmək. Bu, onun vəzifəsidir. Ona görə olmaz. Uşaqları erkən yaşlarda fiziki cəhətdən sağlam böyütmək. Bu da hər bir valideynin vəzifəsidir. D-yə baxaq. Müəssisə rəhbərliyi ilə tərbiyəçilərlə etik davranış qaydalarına əməl etmək. Bu da vəzifəsidir. Uşaqların mənəviyyatına zərər vuran informasiyalardan onları qorumaq. Bu, təhsil verənlərin vəzifəsinə aiddir. Bu heç ümumiyyətlə valideyn əlaqəsi yoxdur. C variantı. Təhsil müəssisəsinin idarə olunmasında və təlim-tərbiyə prosesi ilə bağlı məsələlərdə iştirak etmək. Bu, valideynin tam hüququdur. Aşağıda da izahını vermişəm. Təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək və təkliflər vermək valideynin hüququdur. Digər variantlar isə valideynin qanuni vəzifəsidir. Bu qədər, əziz müəllimlər. Əgər davamını istəyirsinizsə, Telegram kanalımıza keçid edə bilərsiniz.